Salam, əziz kanalımın izləyiciləri. Uzun bir aradan sonra yenidən bir aradayıq. Bilirsiniz ki, iyun ayının 17-sindən sertifikasiya imtahanları başlayır. Sertifikasiya gedənlərdən biri də mənəm. Mən ədəbiyyatı necə təkrarlayıram? Adətən bölürəm günlər üzrə və həmin günlər ərzində mövzuları bölürəm. Başda sadələr, orta nisbətən çətinlər və sonda ən ağır əsərləri saxlayıram ki, təkrar edə bilim. Mənimlə bərabər təkrar eləmək istəyən kanalımı izləyə bilər. Nəyi təkrar eləsəm gün ərzində, hansı əsərləri oxusam, nələrə diqqət yetirsəm, çalışacağam ki, onu da sizlə bölüşəm. Adətən ilk öncə şeirlərdən başlayıram. Mən düşünürəm ki, nisbətən asan şeirlər daha yadda qalandı. Onlardan ilki gəlir Xəqani Şirvaninin Gənclərə Nəsihət şeiri. İlk öncə məzmununu başdan ayağa bir dəfə oxuyaq. Daha sonra bizə nəyi deyir, müraciət varmı, qafiyə quruluşu necədir, o haqda təkrar baxaq. Demək, Xəqani Şirvani Gənclərə Nəsihət. Fitnə törətmə, ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarimar. Hilə uğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Vəfa küçəsində ev tut, yəqin bil, vəfa mənzildir, ən yaxşı mənzil. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Çalış, az dostluq et, etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu halına. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Dost müttəhim edib kimi etsə rədd, qardaşın olsa da önünə çəksət. Qırsa bir budağı dost hirslənərək, o cənnət ağacı olsa da əl çək. Dostun əkdiyi gül olsa da tikən, çıxarıb yerindən onu atma sən. Haqq yolunda çalış, o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Özgə əli ilə adam olanlar, dost qədri bilməzlər, nankör olarlar. Bir kiçik adama nəvasiş etsən, sənin böyüklüyün getməz əlindən. İtə nə rəng vursan, ittir arslandan, qalan sümükləri yeyər hər zaman. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Razılıq etsə də təriflərindən, nə halın başına havalatma sən. Naəhlin başına havalatma sən. Sən onu öydükcə o lovğalarlar, özünü yoldaş yox, əmoğlu sanar. Daha boyun qoymaz işə, xidmətə, lovğalar yabancı olur hörmətə. Boyun böyüklük deyildir ürək, hümmət də böyükdür, hər xırda ürək. Dünyada aqil tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Nemət üçün tərif yazma nadana, elm hikmət əhli layiqdir buna. Yalnız hünərinlə sən şöhrət qazan, təriflə həcvdir yerdə qalan. Sənətdə tək olan bu Xəqanidən gəl incə mənarlı fikir eşitsən. Qorun pis adamdan, anla ki, onlar əqrəb tək kör olar, ilən tək lal kar. Demək, burada dərslikdə verilməyən bəzi beytlərə də rast gəldik. Sadəcə oxumaq uyğun bildim. O hissələri yadda saxlamasaz da olar. Amma gəlin başdan təhlilinə baxaq. Demək, bilirik ki, Gənclərə Nəsihət əruz vəznində, məsnəvi şəklində yazılıbdır. Şeir vahidi beytdir. Demək, məsnəvi necədir? Bilirik də. Məsnəvidə yazılan əsərlərdə fikir daha sərbəst istifadə etmə imkanı olur. Niyə? Çünki məsnəvinin sabit qafiyə quruluşu yoxdur. Sadəcə beytlər öz aralarında qafiyələnirlər. Məsələn, birinci beyt A, sonrakılar B, C, D və bu sonra kimi belə davam edə bilər. Bu da şairlərə fikirlərini ifadə etmədə rahatlıq veribdir. Ona görə də adətən poemalar, qədim dövr poemalarda fikir versəz görərsiniz ki, onların hər biri məsnəvi formasında yazılıbdır. Məsnəvi şəklində yazılıbdır. Demək, dedik ki, Gənclərə nəsihətimiz məsnəvi formasındadır. İndi baxaq. Deyir, fitnə törətmə, ey fitnəkar cavan. Fitnədir ellər dərdlərə salan. Burada elə
İlk beytdə müraciət var. Fitnəkar cavana müraciətlə başlayır. Fitnə də bilirsiniz də, yəni araya nifaq, fitnə, nifaq bir-birinə sinonim sözlərdir. Araya salınan o pis əməl. Deyir ki, fitnə, yəni o nifaq elləri dərdlərə salıbdır. Cana məlhəmsə də vəfa etibar, deyir, cana nə məlhəmdir? Vəfa, etibar. Və o vəfanın etibarı əvvəl-axır fitnəkarlıq etsən, o fitnəkarlığı o vəfanın etibarı tarmar edər. Cana məlhəmsə də vəfa, etibar, fitnəkarlıq onu edər tarmar. Hiylə, oğurluqdur xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Deyir, hiylə oğurluqdur. Yəni, hiylə də oğurluğun bir növüdür, belə deyək. Əvvəli xoşdur, amma axırda oğrunun əli kəsilir. Bu gün yoxdursa da kimsə Vəfa küçəsində ev tut yəqin bil, Vəfa mənzilidir, ən yaxşı mənzil. Vəfa bilirsiniz də birinə sədaqət mənasındadır. Yəni deyir ki, birinə sədaqətli olunla, sədaqət küçəsində ev tutuqla Vəfa, sədaqət bunlar bir-birinə sinonimdirlər. Ev tut yəqin bil, Vəfa mənzilidir, ən yaxşı mənzil. Bu gün yoxdursa da kimsə də Vəfa, vəsiyyət edirəm. Olma bir vəfa. Biz burada şairin vəsiyyətini görürük. Çalış, az dostluq et. Etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Biz sözün aliliyinə, söz qəzəlində də rast gəlirik. Elə burada da sözün aliliyinə, yəni verdiyi sözü tutmaq mötəbər, hörmətli deməkdir. Yəni, sözü hörmətli eləmək mənasındadır. Çalış, az dostluq et, etsən əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu halına, bu əhvalına. Demək, deyir ki, əgər biri dostu qovursa, yəni öz dostuna sadiq deyilsə, onun qədrini bilmirsə, o insan sənin də qədrini bilməz. Sən ona dostluq eləsən də, əvvəlki dostuna elədiyini səni də, yəni həmin son gözləyir. O necə ki öz dostunu qovubdu, səni də qova bilər. Dostun haqlı vursa birini zinhar. Demək ki, layiqdir, çıxma havadar. Yəni dost deyir, kimisə həqiqətən də haqlı birini vursa belə, sən ona deməklə ki, o vurulmağa layiqdir. Ona çıxma havadar. Yəni dostu havadar çıxma bu mənada. Dost müttəhim edib kimi et zərət, qardaşın olsa da önünə çəksət. Demək, nəyi görürük burada? Dost, müttəhim, ittiham sözündən sinonimdir. Yəni, dost biri deyir ki, ittiham eləsən, əgər onu rədd etsə, sən o insan deyir, qardaşın olsa da, onun önünə səs çəkməlisən. Yəni, deyir ki, dostun birini günahlandırırsa, birini uzaqlaşdırırsa, sən əgər dostluqda möhkəmsənsə, sən də onun yanından uzaqlaşdırmalısan. Qırsa bir budağı dost tirslənərək, o cənnət ağacı olsa da əl çək. Elə digər beytin davamı kimidir. Yəni, dost deyir, hisslənib bir ağacın budağını qırıbsa da, o ağac cənnət ağacı da olsa da, sən o ağacdan əl çəkməlisən. Bir-birinə yaxın mənalar verir. Dostun əkdiyi gül olsa da tikən, çıxarıb yerindən onu atmasan. Bu nəyə bənzəyir? Bəzən dost acı danışır, o acılıq bizə təsir eləyir. Yəni, deyir ki, o acılığı bəzən udmağı bacaraq. Həq yolunda çalış o qədər ki, həq razı qaldığını bilərsən mütləq. Haqqın yolunda çalış və özünə razı qaldığını mütləq biləsən. Özgənin əlində adam olanlar dost qədri bilməzlər, nankör olarlar. Bu beytimizin kitabda yoxdur, ehtiyacda yoxdur. Bu nədir? Yəni, bir başqasının sayəsində gəlib müəyyən bir yerə çatır. O insanlar deyir, heç vaxt nəyisə qədrini bilmirlər. İnsan nəyisə qədrini bilmək üçün ondan ötürü zəhmət çəkməlidir. Zəhmət çəkməyən biri nəyisə qədrini bilə bilməz. Verdiyi məna təxmini belədir. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Nəvaziş, yəni bilirsiniz də, qayğı deməkdir. Yəni, bir-birinə qayğı göstərsən, nəvaziş etsən, sən böyüksən. İnsan nəvazişlə heç vaxt əskilmir. İtə nə rəng vursan, itdir arslandan. Arslan aslandır, qalan sümükləri yeyər hər zaman. Deyir ki, yəni, itə nə eləsən də elə itdir, o aslanın qabağından qalan sümükləri yeyir. Yəni, pis insana hansı donu geydirirsən, geyindir, o yenə elə pisdir, o dəyişən deyil, məna budur. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan.
nadanlar adətən necə edirlər? Nadanlar adətən yalancı təriflərdən istifadə edirlər və deyir ki, sən nadanın tərifinə heç vaxt aldanmayasan. Razılıq etsə də təriflərdən naəhlin başına havalatma sən. Sən onu öydükcə o lovğalanar, özünün yoldaş yox, həm oğlu sanır. Yəni, dostun qədrini bilməyən, dostluq etməyi bacarmayan birini sən öydürsən, o lovğalanar. Yəni, özündən razılıq eləyər. Deyər ki, yəni, mən necə yaxşı biriyəm. Özünü sənə yoldaş yox, daha yaxın, daha qohum sanar ki, bu da sərhədlərin aşılması mənasına gəlir. Daha boyun qozmaz işə xidmətə, lovalar yabancı olur hörmətə. Yəni, lova bilirsiniz də, lova insanlar adətən hörmət etməyi bacarmırlar. Sən onu öydükcə lovğalanar, özünü yoldaş yox, həm oğlu sanar, daha boyun qozmaz. Boyun böyüklüyü deyildir gərək, hümmət də böyükdür. Hər xırda ürək. Yəni, deyir ki, boyun bu bilirsiniz nədir? İnsanın hündür boylu biri deyir, böyük deyil, böyüklük o deyil. Böyüklük ən balaca ürəkdə belə yaxşılıq etməyi bacaran insandır. Dünyada aqil tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Biz burada nəyi görürük? Bədii sual görürük, çünki cavabı yoxdur. Aqil, ağıl deməkdir. Deyir, dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Nemət üçün tərif yazma nadana, elm hükmət əhli layiqdir buna. Nemət bilirsə də, yəni çörək pulu deyir, yəni bir yerdən ruzu üçün heç vaxt bir nadana tərif yazmayla, buna ehtiyac yoxdur. Bu da nəyi xatırladır? Bilirsiniz ki, Xəqani Şirvani saraylar öncə saray şairi olub, daha sonra da saraylardan üz çeviribdir. Hər halda burada ona bir işarə var. Yalnız hünərlə sən şöhrət qazan, təriflə həcvdir yerdə qalan. Onun dərsliyimizdə heç yoxdur. Sonra sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. Demək, özünün adını çəkir, amma özünə müraciəti yoxdur. Və sondan ikinci beytdə adını çəkir, sonda adını çəkmir. Sonra, qorun pis adamdan anla ki onlar, əqrəb tək olur, ilan tək, lal, kar. Demək, deyir ki, sonda, sən pis adamlardan qoru. Çünki başa düş ki, anlamaq, başa düşməkdir. Onlar, yəni pis adamlar, əqrəb tək kör olurlar, ilan tək, lal, kar. Yəni, ilana elədiyin, dediyin heç nə təsir eləmədiyi kimi əqrəbə İlanın, əqrəbin xarakteri bəllidir də, yəni sancmaq, çalmaq, incitmək. Yəni, sən deyir ki, nadan pis adamı neynəsən də, o səni yenə sonda incidər. Bir də ümumi bir qaydaq. Əsər əruz vəznində, məsnəvi şəklində yazılıbdır. Qafiyə quruluşu AA, BB, CC kimidir. Sonra əsərdə müraciət var. Özünə müraciət yoxdur, amma fitnəkar cavana müraciət var. Sonra əsərin sonunda yox, sonundan bir beyt əvvəldə öz adını çəkir, amma yenə deyirəm, özünə müraciət yoxdur. Bu hissəyə diqqət yetirin. Əsərdə bədii sualdan istifadə edilibdir. Burada var idi. Deyir ki, bir dənə baxaq. Bədii sual var idi. Mən bir dənə bədii sual olan beyti unutdum. Bədii sualımıza bir dəqiqə tapaq. Dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Bu beytdə bədii sualdan istifadə olunubdur. Buna diqqət yetiririk. Çünki bədii sualda nə idi? Cavabı olmayan, cavabı verilməyən suallara deyirdik. Bədii sualımız var. Bədii təsvir ifadə vasitələri boldur. Burayla işimiz yoxdur. Sonra sonda adını çəkmir. Sonda deyir ki, pis insanları nəyə bənzədir? Əqrəbə və ilana bənzədir.